Geyindirər, keçindirər, səni şah balası kimi aparar. Hamı deyər ki, bunun yoldaşının geyiminə bax. Necə baxır yoldaşına? Var elə oğlanlar. Necə baxır yoldaşına? Halal olsun. Qoymur ki, kimisə yanında sınsın, hansısa qadından əksik qalsın. Sən birində nəyisə görüb bəyənirsən, çalışır onu sənə alsın. Demirəm ki, bahalı bir şey. Düzü. Ən azından çalışır, əlləşir, vuruşur. Yoldaşı üçün nələrsə edir. Bu əsl kişilər sevənlər belə olur, qızlar. Elə bir yoldaşımız varsa, vallahi dəyərini, qədrini bilin. Yoldaşlarımıza, arvadlarımıza vaxt ayıracaqsa, zaman onu sizdən ayıracaq. Vallahi qadına bir dənə evə gəlirsən, xoş söz deyirsən, bir dənə başına sığal çəkirsən, and olar Rəbbimə. Qadından söhbət gedir, ha, çöldə qalanlardan söhbət getmir. Yəni, sırf buna dəyər verənlərdən söhbət getmir. Əsil qadından söhbət gedir ki, bir dənə gəlirsən, başına sığal çəkirsən, bir dənə o adi 50 qəpiklik, 1 manat, kimdir də qalxıb, var yoxlan əhlət. O 1 manat 50 qəpiklik kimdir verirsən, gətirirsən evə. Onun sevinci nəyə desən dəyər. O qadın elə bir ki, dünyanın ən xoşbəxt qadını elirsin. Yəni, tək söhbət deyil ki, sən qızıl alasan, nə bileyim, nələrsə alasan bu qadını bundan xoşbəxt eləyəsən, yox.